Bir dəfə diqqətiniz cəlb oluna. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil aləmin. Sözlərin hamısına fikir verəsən. Nə gözəl sözlər. Ər-Rəhmanir-Rəhim Maliki Yevmiddin. Rəhman dedi təzdən gəldi. Maliki Yevmiddin nədir? Qiyamətin sahibidir. Əvvəl bir arxain ola. Qiyamətin sahibi rəhimlidir. Rəhimlidir. Ər-Rəhmanir-Rəhim Maliki Yevmiddin. İyyəkə nə'budu və iyyəkə nəstəyin. Fikrin, diqqətin onda olsa, biz sənə pərəstlik edirik, səndən kömək istəyirik. Allah dedi, kim məndən istəsə mən verərəm. Səndən kömək istəyirik, qüdrət adama arxainlik verir. İhdinəs sıratəl müstəqim, bizi doğru yola yönəlt. Sonra nə? Namazda imamət var. Soruşçalar, imamət hardadır? Namazda, Quranda. Sıratəl-ləzinə ən'amtə aleyhim, neymət verdiyin kəslərin yolu. Yəni bu yolda birinin dalınca düşüb getməlisən. Bu elə bir yoldur ki, biri səni aparmalıdır. Qayril məğdub aleyhim vələl-dallin. Qəzəb etdiyin şəxslərin yoluna yox. Allahu Saməd nədir? Yəni Allah ehtiyacsızdır. Ehtiyacsızdır, deməli əsirgəməz. Bu hamısı fikirlə əldə olunur. Ehtiyacsızdır, deməli əsirgəməz. Yəni sənə nə istəsən verər. Səndən əsirgəməz.